Uşaqlar, dərs 16 ilə davam edirik. Dərs 16-dan sonra dərs ümumiyyətlə artıq həndəsənin əsas anlayışları olacaq. Həndəsə bölməsinə giriş olacaq. Törəmə çətin bir dərs deyil, asan bir dərsdir. Sadəcə onu qavramaq lazımdır. Deyim ki, düsturlar, qaydaları biləndən sonra, biraz da yaradıcılıq olandan sonra, tətbiq eləmək bacarığı olandan sonra törəməni asan başa düşmək olur. Törəmə nədir? Törəmənin tərifi olaraq biz deyirik ki, indi limiti keçəndə də yaxşı başa düşərsiniz. X dəyişəninə biz deyirik ki, x-in dəyişməsi nədir? X çıxılsın x0-dır. Yəni x-in son qiyməti çıxılsın x-in başlanğıc qiymətini, arqumentin artımı deyirik biz buna. F(x)-in də dəyişimi f(x) çıxılsın f(0) funksiyanın artımıdır. Tərif olaraq deyir ki, əgər x1, x0 daxildirsə df-ə, df-in təyin oblasına daxil olduqda limit x0-a yaxınlaşanda f x0 üstə gəlsin, x-in dəyişimi çıxılsın fx0 bölünsün, x-in dəyişimi bərabərdir limit x0-a yaxınlaşanda fx çıxılsın fx0 bölünsün x çıxılsın x0 limitinə fx kimi işarə olunur. Burada törəmə nədir? Törəmənin tapılması deyəndə f üstü ştrixlə işarə olunur. Məsələn, bir a kvadratı falan verə bilər. Deyir ki, a kvadratı törəməsini tapın. Törəmə deyilirsə, funksiyanın üstündə bu şəkildə gördüyünüz bir ştrix işarəsi olacaq. Limit x0-a yaxınlaşanda yenə x0 üstə gəlsin, x-in dəyişməsi çıxsın, fx0 bölünsün x-ə. Limitin x yaxınlaşır x0-a. fx çıxsın fx0, məxrəcdə də x çıxsın x0. Törəmənin tərifi olaraq biz törəmənin limitlə veririk, limitin necə deyim, qaydasına veririk. Törəmənin tapılmasına biz diferensiyallama deyirik. Diferensiyallama. Törəmənin həndəsi və fiziki mənası var. Həndəsi mənası belədir ki, əgər biz fx0-ın törəməsini tapırıqsa, o bizdə tangens alfaya, o da bərabərdir k-ya bərabər olacaq. Bu toxunanın tənliyini tapan zaman bizə çox lazım olacaq. Burada da gördüyünüz kimi qrafiki verilib. Deyir ki, bərabərdir fx funksiyasının x0 nöqtəsində törəməsi qrafika bir nöqtəsi çəkilən toxunanın x0 oxunun müsbət istiqamətləməyə gətirdiyi bucağın tangensinə bərabərdir. Fiziki mənasını isə biz belə deyirik ki, fizikada bilərik yəqin ki, koordinatın zamana görə törəmə sürətdir, sürətdən zamana görə törəmə isə təcildir. Ki, bunları fizikada yəqin ki, bildik ki, sürətin törəməsi, üzr istəyirəm, koordinatın, yəni yolun törəməsi sürətə, sürətin törəməsi isə təcizə bərabərdir. Törəmənin tapılması qaydası. Əgər bu şəkildə bir sabit verib, S vurulsun fx və onun törəməsini tapmaq istəyirsə, biz burada S-nin törəməsini tapmayacağıq. Çünki S sabitdir. Məsələn, çoxsu bunu bir ədəd kimi götürür və biz demişik ki, istənilən bir ədədin, yəni sabitin törəməsi sıfıra bərabərdir. Götürür bunu da sıfır eləyir. O zaman bizdə məna qalmır. Bu səbəbdən də sabitin törəməsini tapmırıq. Yəni sabit bir əmsal olaraq önə çıxır, fx-in törəməsini tapırıq. Əgər iki cəmin törəməsini deyirsə bizə tapmaq və yaxud da fərqin törəməsini tapmaq deyirsə, bunu biz hər birinin ayrı şəkildə törəməsini tapıb toplayıb çıxırıq. Hasilin törəməsini tapmaq üçün isə birincinin törəməsini tapıb vururuq ikinci adi funksiyaya, üstə gəlirik birincini vururuq, yəni birinci adi şəkildə vururuq, ikincinin törəməsini tapırıq. Yəni birincinin törəməsini tapıb vururuq ikinciyə, üstünə gəlirik ikincinin törəməsini tapıb vururuq birinciyə. Bölmədə isə biraz fərqlidir. Bölmədə məxrəcin kvadratı yer alır, surətdə isə nə yer alır? Yəni kəsirdə gördüyünüz kimi bölmənin törəməsini tapmağı deyir. Burada surətdə yazırıq birincinin törəməsi, yəni surətin törəməsi vurulsun, məxrəc çıxılsın, surət vurulsun, məxrəcin törəməsi, aşağıda da bir dənə gx-in kvadratı. Daha sonra burada törəmənin düsturları var. Loqaritmada olduğu kimi törəmənin də düsturları vardır və bu düsturları bilmək mütləq lazımdır. Düsturları bilməsəz çətin, yəni necə deyim, bölməni çətin yazarsınız. Sabitin törəməsi sıfırdır, yuxarıda qeyd elədim. Burada sabit dediyimiz şey ədəddir, yəni istənilən bir ədədin törəməsi nəyə bərabərdir? Sıfıra bərabərdir. X-in törəməsi 1-ə bərabərdir. X artıq burada dəyişəndir. Ona görə bunun törəməsi 1-ə bərabər olacaq. Kx plus b-nin törəməsi k-ya bərabərdir. X-in törəməsi 1-dir, b sabitdir, sabitin törəməsi 0-dır. Ona görə də bu nəyə bərabər olub? K-ya bərabər olub. Modul x-in törəməsi bərabərdir, x bölünsün məxrəcə modul x-ə.
X üstü n'in törəməsi n, x üstü n minus 1'ə bərabərdir. Məsələn, istənilən bir ədəd üstü götürək, x üstü 4. X üstü 4'ün törəməsi nəyə bərabərdir? 4 gəl qarşıya, bir dəqiqə, biraz səliqəsiz oldu. 4 qarşıya gəlir, 4x. 4'dən də 1'in çıxır, yəni qüvvət 1 vahid azalır. X üstü 3 olur. Yəni bu düsturda onu deyir ki, x üstü n'in törəməsi n vurulsun x üstü n minus 1'ə bərabərdir. Məsələn, x-in törəməsi nəyə görə 1'ə bərabər oldu? Çünki x-in üstü 1'dir. 1 gəldi əmsala 1. 1'dən 1 çıxanda da 0 edir. İstənilən ədəd üstü 0 da 1'ə bərabər oldu. Yəni istənilən bir dəyişən ədəd üstü 0 da 1'ə bərabər olduğuna görə onu 1'ə vurdu. O da bizdə nəyi verdi? Sonda yenə 1'i vermiş oldu. Kəsrin törəməsi, yəni 1 bölünsün x üstü n'in törəməsi mənfi n bölünsün x üstü n plus 1'dir. Bu da elə bu düsturdan ortaya çıxır ki, hesablayıb bu nəticəyə gələ bilər. Sadəcə asan şəkildə verir ki, yəni bizim vaxtımız yetməsin. Kök 6'nın törəməsi x üstü n-ci dərəcədən kök 6 x üstü n-in törəməsinə bərabərdir. n vurulsun n-ci dərəcədən x üstü n minus m. Bu düsturlar da elə bu düsturlar əsasında ortaya çıxır. A üstü x-in törəməsi A üstü x vurulsun ln A. ln A-nı artıq biz loqaritmada bilirik ki, nədir? Natural loqaritmidir. Yəni loqaritmə y əsasına A deməkdir. Biz onu ln A şəklində deyirik. Y üstü x-in törəməsi özünə bərabərdir. Y üstü x-ə bərabərdir. ln x-in törəməsi 1 bölünsün x-ə bərabərdir. Qaydalarda qarşımıza çox çıxacaq. Loqaritma A əsasından x-in törəməsi bərabərdir 1 bölünsün x ln A-ya bərabərdir. Burada çox dərinə düşməyin. Yəni hazır qaydaları bildinizsə törəmə mövzusunu, törəməyə asan şəkildə yaza bilərsiniz. Sinus x-in törəməsi kosinus x-ə bərabərdir. Kosinus x-in törəməsi mənfi sinus x-ə bərabərdir. Tangens x-in törəməsi 1 bölünsün kosinus kvadratı x. Kotangens x-in törəməsi mənfi 1 bölünsün sinus kvadratı x-ə bərabərdir. Arcsinusda da yenə arcsinus x-in törəməsi 1 bölünsün kök altda 1 çıxsın x kvadratı. Arccosinus x-in törəməsi mənfi 1 bölünsün kök altda 1 çıxsın x kvadratına. Arctangensin törəməsi 1 bölünsün 1 plus x kvadratına. Arcotangensin törəməsi mənfi 1 bölünsün 1 plus x kvadratına. Bu sonuncu 4 dənədən çox istifadə olunmayacaq, çox istifadə eləməyəcək. Amma bu 15 dənə qayda, törəmə düsturu mütləq bizə lazımdır ki, sadələşdirmədə falan, yəni cavabların tapılmasında bizə çox lazım olacaq. Daha sonra burada baxın, mən görək nə var. Burada mürəkkəb funksiyanın törəməsi var. Mürəkkəb funksiyanın törəməsi dediyimiz şey nədir? Mürəkkəb funksiyanın nə olduğunu bildik. F daxilində bir dənə gx, yəni x-in yerində f funksiyasında x-in yerində gx yer alacaq. Bunun törəməsini tapmaq üçün biz gx-in də törəməsini tapmalıyıq. Çünki mürəkkəb funksiyadır. Gx-in törəməsini də tapıb vurmalıyıq, fx-in də törəməsini bir ayrı tapıb vurmalıyıq. Məsələn, deyir sinus 4x-in törəməsini tapın. Biz burada həm sinus 4x-in törəməsini tapmalıyıq, həm də 4x-in törəməsini tapmalıyıq. Nəyə görə? Çünki mürəkkəb funksiyadır. Gördüyünüz kimi tapıb sinus 4x-in törəməsi kosinus 4x-ə bərabərdir. Yuxarıda da qeyd eləmişdik ki, 4x-in törəməsi də nəyə bərabərdir? 4-ə bərabərdir. Çünki x-in törəməsi 1-dir. 4 burada sabitdir. 4-ün törəməsini tapmırıq. Saşib birdən yazarsa 4-ün törəməsi 0-dır. 0-ı x-ə vuraram, 0 edir. Yox, qəti elə bir səhv eləməyək. Çünki yuxarıda biz dedik axı, bu s bizdə nədir? Sabitdir. Biz onu ədəd kimi saxlayırıq. Sadəcə x-in törəməsini tapırıq. Yazılıb ki, 4 kosinus 4x. fx üstü n verilərsə, bunun törəməsi n vurulsun fx üstü n minus 1 vurulsun fx-in törəməsi. Burada məsələn verilib kosinus üstü 3x-in törəməsi 3 kosinus kvadrat x. Yəni normal qaydada qüvvətin törəməsini necə tapırdıqsa, bunu da o şəkildə. Amma ayrı bir dənə də kosinus x-in də törəməsini yazmalıyıq bura. Nəyə görə? Çünki mürəkkəb funksiyadır. A üstü fx-in törəməsini tapan zamanda nə edirik? A üstü fx vurulsun ln A bərabərdir. Fx-in də törəməsini yazırıq. Məsələn, 5 üstü 7x. A üstü x-in törəməsi nə idi? A üstü x ln A. Bunu qeyd edirik. 5 üstü 7x vurulsun ln 5. Bir dənə nəyi tapırıq? 7x-in törəməsini tapıb burada bura vururuq. Çünki nədir? Mürəkkəb funksiyadır. Biz mürəkkəb funksiyadan danışırıq. Sadə şəkildə verilsə, sadə şəkildə bu düsturlardan istifadə edib onu tapa bilirik.
Sonra funksiyanın artma azalma aralığı var. Funksiya bölməsində bu haqda danışmışdıq. Artıq törəməni bilirik deyənə bunu rahat şəkildə törəmə ilə tapa bildik. Funksiyanın artma azalığı törəməsini tapırıq. Sıfırdan böyük bərabər şəklində hesablayırıq. Bu bunun artma aralığı olur. Azalma aralığı isə törəməsini tapıb onu sıfırdan kiçik bərabər götürürük. Məsələn, funksiya verilib x kvadrat üstə gəlsin 4x. Gəlin bunun törəməsini tapaq. X kvadratı üstə gəlsin 4x. Burada x kvadratın ayrı törəməsini tapırıq. 4x'in ayrı törəməsi. X kvadratın törəməsi x üstənin törəməsi də. Çünki düsturumuz budur. Yəni n vurulsun x üstə n minus 1. Yəni 2 gəlir qarşıya 2. X üstə 2. 2-dən 1 çıxır. Bu bizə edir 1. Yəni x üstə gəlsin. 4x'in törəməsi 4 ilə sabit kimidir. Unutmayaq. 4-ün törəməsi tapılmır. X'in törəməsi də x üstü 1-dir. Yəni x'in törəməsi də nəyə bərabərdir? 1-ə bərabərdir. 2x üstə gəlsin 4 bizdə nəyə bərabər oldu? İfadəmizin törəməsinə bərabər oldu. Gördüyünüz kimi qeyd olunub. Artma aralığını tapmaq istəyirəmsə bunu sıfırdan böyük bərabər götürürəm. Azalma aralığını tapmaq istəyirəmsə bunu sıfırdan kiçik bərabər götürürəm. Tapıb mənfi 2 müsbət sonsuzluq bunun artma aralığıdır. Mənim sonsuzluq mənfi 2 bunun nə idi? Azalma aralığıdır. Burada daha sonra toxunanın tənliyi var. Y bərabər fx funksiyasına x0 və fx0 nöqtəsində çəkilən toxunanın tənliyi bu düsturla hesablanır. Y bərabərdir fx0 üstə gəlsin. fx0-ın törəməsi vurulsun x çıxılsın x0. İndi məsələn nümunə verib deyir ki fx bərabərdir. Fx bərabərdir. 8x kvadrat üstə gəlsin 6x funksiyasının x0 nöqtəsində çəkilmiş toxunanın tənliyini tapın. Sual verdi bizə toxunanın tənliyini tapın. Toxunanın tənliyini tapmağın düsturun yuxarıda qeyd elədik. Yəni ümumiyyətlə sualları yazan zaman baxın ki sizdən nəyi istəyir. Siz nəyi bilirsiniz və misala nəyi verə bilərsiniz. Mən bilirəm ki toxunanın tənliyi düsturu budur. Bunu gətirib yazıram bura. Bunu yazdım. Yazandan sonra x0'ı bir ayrı qeyd edirəm ki x0'ı 1 verib. Gözümün görə biləcəyi bir yerə ki, sonra misalımda səhv olmasın, saçmayın. Gətirirəm bunu 8x kvadratı üstə gəlsin 6x'in nəyini tapıram? Qələmi götürüm bana. Toxunanın tənliyini tapırıq da. Gətirirəm bunu yazıram, bunun nəyini tapıram? Törəməsini tapıram. Qeyd elədi. Birinci şeyi tapırıq. Sıra ilə gedək. fx0 nöqtəsində qiyməti. Biri qoyuram yerinə. Nə alıram? 14 alıram. İndi daha sonra törəməsini tapmalıyıq. Fx nöqtəsində bunun normal törəməsini tapırıq. 8x kvadratın törəməsi 2 gəldi qarşıya. 8-ə vuruldu. Elədi 16. X kvadratın da törəməsi x-dir. 6x-in də törəməsi 6-ya dəymlik. 6 sabitdir. X-in də törəməsi nədir? 1-dir. 16x üstə gəlsin 6 yarandı. Gətirib indi fx0 nə deyir? 1 deyir. Bu 1-i burada yerinə qoyuruq. 16 üstə gəlsin 6 elədi 22. Bütün dəyərləri tapdıq. İndi gətirib düstura yerinə qoyuruq. 14 üstə gəlsin 22 vurulsun nəyə? X çıxsın 1-ə. Toxunanın tənliyi nə oldu? 22x çıxılsın 8. Gördüyünüz kimi asan, sadə bir şeylərdir. Qaydaları, düsturları biləndən sonra bu bizə asan gələcək. Burada bizə çətinlik yaradacaq bir məqam ola bilər ki, ekstremum nöqtələri olar. İndi ekstremum nöqtələrini tapmaq üçün birinci nədən danışaq? Funksiyanın böhran nöqtəsi. Funksiyanın böhran nöqtəsi nədir? Deyir ki, törəmənin sıfıra bərabər olduğu və törəmənin olmadığı daxili nöqtələrə funksiyanın böhran nöqtəsi deyilir. Yəni, törəməni tapıb sıfıra bərabər edib nöqtələri tapırıq, tapdığımız nöqtələr funksiyanın böhran nöqtələri adlanır. Nümunə verib. Deyir ki, bu funksiyanın böhran nöqtələrini tapın. Gətirəm. X kubun törəməsini tapın. X üstənin törəməsi deyir ki, n vurulsun x üstəyə minus 1. Yəni 3x kvadratı. Çıxılsın 27x-in də törəməsi 27-dir. Bərabər elədim, böhran nöqtələrini tapdım ki, nədir? Müsbət üssü, mənfi üssü. İndi mənfi üssü, müsbət üssü tapdıq. Bu heç. Tərif olaraq deyirik ki, f(x bərabər 0 şərtində ödəyən x0 nöqtəsini fx funksiyasının stasionar nöqtəsi deyilir. Funksiyasının maksimum və minimum nöqtələrini tapmaq. Maksimum minimum nöqtələri necə tapırıq? Bunu deyim. Funksiyanın törəməsini tapırıq. Bu funksiyanın törəməsini tapdı. Nə tapdı? 3x kvadrat çıxılsın 12x. Sonra böhran nöqtəsini tapır. Neyinir? Sıfıra bərabər edir.
Sıfıra bərabər eləyəndən sonra tapdı 0-dan 4-ü. 0 bunun maksimum nöqtəsidir, 4 isə minimum nöqtəsidir. Amma bunu necə müəyyən edirik? Bir dənə də dot çəkək, 0 bura qeyd eləyək, 4-ü də bura qeyd eləyək. İntervallar üsulunu yəqin ki, bərabərsizliklərdən bilirik. Bu 0-4 arasından bir dənə 1 qiymətini gətirək, burada yerinə qoyaq. 1-i burada qoyduq yerinə. 1 çıxılsın, 6 üstə gəlsin ki, neynədir? Mənfilədir. 0-dan bu tərəfə bir mənfi qiymət qoyaq, məsələn, mənfi 1 qoyaq. Mənfi 5-i qoyaq. Mənfi 5, mənfi 5. Bu da neynədir? Mənfilədir. Amma yox, amma yox. Biz burada qiymət qoymalıyıq. Mənfinin funksiyanın törəməsində qiyməti gətirib yerinə qoyuruq. Məsələn, mənfi 5-i gətirdim, burada qoydum. Neynəyəcək? Mənfi 5-in kvadratı 25, 75. Müsbət eləyəcək. Mənfi müsbət. Bu oldu müsbət. Bu aralıqda məsələn 1 qoysam, yenə mənfi eləyəcək. Bu qiymətdə bu mənfi eləyəcək. 4 bu aralığında nəyə qoysam müsbət eləyəcək. Funksiyanı əgər müsbətdən mənfiyə dəyişirsə, maksimum, mənfidən müsbətə dəyişirsə, biz buna minimum deyirik. Gördüyünüz kimi, x maksimum nöqtə, 0 maksimum nöqtə, 4 isə minimum nöqtədir. Və burada da bunu qeyd edir. Deyir ki, maksimumları necə tapırıq? Deyir ki, x0 nöqtəsində y bərabərdir fx funksiyasını artmadan azalmaya, müsbətdən mənfiyə. Baxın, artmadan azalmaya nədir? Müsbətdən mənfiyə. Keçərsə x0 maksimum nöqtə, əgər minimumda isə x0 nöqtəsində azalmadan artmaya keçərsə, mənfidən müsbətə keçərsə, bu nə olacaq? Minimum nöqtə, minimum qiymət adlanacaq. Maksimum və minimum nöqtələr ekstremum nöqtələr deyilir. Yəni, ekstremum nöqtə soruşarsa, çaşıb qalmayın ki, ayda bu məndən nə soruşur, mən belə bir şey bilmirəm, bilirsən. Maksimum və minimum nöqtələrdir. Onu da necə tapırıq? Bərabər edirik 0-a, böhran nöqtəsini tapırıq. Törəməni tap 0-a bərabər edirik, böhran nöqtəsini tapırıq. Ardından nə edirik? Keçirik bu tapdığımız nöqtələri intervallarla qeyd edirik. Funksiyada aparıb qiymətləri yerinə təyin edib işarələri təyin edirik. Müsbətdən mənfiyə gedərsə maksimum, mənfidən müsbətə gedərsə minimum olmuş olacaq. Teorem deyir ki, ekstremum üçün zəruri şərt fx funksiyasının x0 nöqtəsində ekstremum varsa, bu nöqtədə funksiyanın törəməsi ya 0-a bərabərdir, ya da bu nöqtədə törəməsi yoxdur. Gördüyünüz kimi, böhran nöqtəsindən bir-birindən necə deyim, əlaqəlidir. Bu da o teoremi deyir ki, əgər ekstremum varsa, bu funksiyanın törəməsi ya 0-a bərabərdir, ya da o nöqtədə törəməsi nədir? Yoxdur. Burada sonra bilməli olacağımız ən əsas qaydalardan biri də funksiyanın parçada ən böyük ən kiçik qiymətləridir. Nə edirik? Fx funksiyasının AB parçasında deyir ən böyük və ən kiçik qiymətini tapmaq üçün. Böhran nöqtəsini tapırıq. Törəməni 0-a bərabər etmək böhran nöqtəsini tapmalıdır. Tənliyin AB parçasına daxil olan x1, x2 kökləri tapılır. Sonra f(a), fx1, fx2, fb qiymətləri hesablanır. 4 qiymətdə yerinə qoyub hesablayırıq. Sonra ən böyük və ən kiçik qiymət tapılır. Yəni, deyir ki, funksiyanı böhran tapdın. Hə, x1, x2 kökləri tapılır. Amma intervala daxil, məsələn, tutalım intervalımız 5, mənfi 5, məsələn, 4 intervalda. Hə, sən kökü tapmısan nə? Tutalım ki, 6, 1. 6-nı götürməyəsən, nəyə görə 6 bu intervalımızda nədir? Daxil deyil. 1-i gətirib intervala daxil eləyərsən, bu 1 intervala daxil eləyəndən sonra bu 3 qiyməti də qoyub yerinə funksiyada hesablayarsan, törəmədə yox, funksiyanın özündə. Sonra ən kiçik və ən böyük qiyməti təyin eləyərsən, taparsan. Asan bir, necə deyim, qaydadır, çətinlik çəkəcək bir məqam yoxdur. Törəmə bölməsi bu qədərdir. Törəmə çətin bir qayda, çətin bir mövzu deyil. Törəmədən sonra artıq biz həndəsə bölməsinə baxırıq. Həndəsənin əsas anlayışları haqqında danışacağıq. Bu videoda bu qədər. Ümid edirəm, nəsə başa düşürsünüz, nəsə izah edə bilirəm. İzah edə bilirəmsə də mənim üçün nə xoşdur. Davam edəcəm kursu, hələ davam edirik. Gələcək videoda görüşmək ümidi ilə.